Arkadaşlar hoş gelmişsiniz benim yeni YouTube vloguma. Bugün ev halımla, ev topuzumla bir yerde sual-cavab videosu çəkirəm. Bu sual-cavab videosunu 15-ci dəfədir çəkirəm. Bu videonu çəkərkən yaşamadığımız zorluq qalmadı, yəni. Əslində mən bu videonu bir həftə bundan qabaq atmalıydım, amma çox zorluqlar çəkirdi. Ona görə indi atıram. Başlayaq onda suallara. Başladıq. Let's kill his love. Yeah, yeah, yeah. Mən də buradan uşaqları salamlayıram. Öpürəm hamınızı. Bağrıma basıram çoxlu-çoxlu. Çalışdığım qədər hər birinizin suallarını oxuyacağam uşaqlar. Amma oxumadığım sualları bilin ki, yəni yaxşı yazmamısınız, başa düşmədim deyə ötürdüm. Nəysə, ilk öncə sualımı verirəm. Bir yerdə qal. Günün necə keçib? Yaxşı keçib. Aha. Ananda sevmədiyin bir özəllik var. Anamda sevmədiyim bir özəlliyi var. Dəhşət titizdir. Yəni dəhşət titizdir. Bir də çox əsəbidir. İki özəllik. Başınıza gələn ən utanılacaq an. Başıma gələcək ən utanacaq an qısaca deyirəm. Buna ətraflı bir video çəkərəm yəqin. Utandığım anlar Bir deyə. də ailə nə olar? Suallara tez cavab ver. Tamam. Xahiş edirəm. Tez bazar tez hamısını oxuyaq. Çünki suallar çoxdur. Uşaq vaxtı bir dəfə məhəllə uşaqları ilə həyatda olan vaxtı bir dəfə altıma çiş eləmişdim. Yəni bütün qızla oğlanı birləşmişdi. Ona görə çox utanmışdım. Ən utanc və canım buydu. Gələcəkdə nə olmaq istəyirsən? Hansı universitetdə oxumağı istəyərdin? Gələcəkdə tərcüməçi olmaq istəyirəm. Hansı universitetdə oxumaq istəyirəm bilmirəm, amma bildiyim iki ölkə var, orada oxuyacağam. Koreya və Amerika. Hansı universitetdə əmin deyiləm. Hansı məktəbdə oxuyursan və həmin məktəb harada yerləşir? Səni çox sevirəm. Ülkə xalaya qışqırtmalar bolluca gəlsin. Ödəyəyəm, hamınızı duyayam. Ölkə xalaya qışqırtmalar bol gələcək. Olmaz. Hansı məktəbdə oxuyuram? Bir nömrəli məktəbdə oxuyuram. Adres demək istəmirəm. Ən qorxduğun an. Ən qorxduğum an yoxdur məncə. Həmən, yəni nə deyim bu qədər. Özündə bəyənmədiyin bir hissə, 100% burun. Qaşlarım. Qaşlar. Burun nə idi? Qaşlarıdır. Yoxlayam, üzüyü sayın uşaq yəni. Sonra ən sevdiyin rəng. Ən sevdiyim rəng mavi ilə qara. Ən sevdiyin ölkə. Ən sevdiyim ölkə Koreya. Hobbin nədir? Hobbim rap oxumaq, vokal oxumaq, dans eləmək. Ən Bir də Koreya dili eləmək. Ən sevdiyin yemək. Sushi, midye. YouTube'a gəlmək kimin ağlına gəldi? YouTube'a gəlməyim kimin ağlına gəldi? Aha. İzləyici əslində buna aid video çəkmişəm, qısaca deyim. Bir izləyicim gəldi, Aylin YouTube səhifəm var. Dedim, yox, dedi, aç. Ona görə açdım mən də. Və indi buralardayım. Bugünə qədər doğum günlərində aldığın hədiyyələrdən ən sevdiyin hansıdır? Telefonum. Ən çox o günə bir də qayıtmaq istədiyin dediyin gün hansı gündür? Telefonumun alındığı gün. Bir günlüyünə bir heyvan olmaq istəsəydin hansını seçərdin? Pişik. Sonra ən böyük yalan nə olub anana? Bir dəfə tarixdən 10 bal almışdım. Anaya evdə gəldim, dedim ki, 50 bal almışam. Ən çox görmədiyin yer haradır? Ən çox görmədiyin yer harada? O nəsə bu sualı başa düşmədim. Dinlədiyin pop mahnıları. Blackpink'lə Baby Monster'ın bütün mahnıları. Blackpink'in 2-3 mahnısına qulaq asıram, Baby Monster'ın bütün mahnıları. Əgər bir gün görünməz olsa nə edərdin? Əmin deyiləm, bilmirəm. Ən sevdiyim sualdır, ən sevdiyim bir şeydir. Çox maraqlı olar. Məsələn, mən bir gün Tapdım. Mən bir gün Tapdım. olsam, Məktəbə gedib müəllimələrimlə yox, uşaqlarla məzələnərəm. birinci quşdadan, boynuva ay, tərcihi boynuva ay, əgər izləyirsinizsə, bu qız sizinlə məzələnmək. Neçənci sinifdə oxuyursan və neçə yaşın var? Mən 8-ci sinifdə oxuyuram, 14 yaşım var, 15-ə keçəcəm. İzləyicilərini sevirsən? İzləyicilərimi çox sevirəm, bunu da hər videoda onsuz dilə gətirirəm. Ahmetcan Dündarı tanıyırsansa sevirsən. O kimdir? Tanıyıram onu, amma sevmirəm deyəm, mənəm sadəcə izləmirəm. Hansı peşəni seçəcəksən böyüyəndə? Tərcüməçilik inşallah. Uşaq, mənə üzrlü say. Tərcüməçilik istəyirəm, amma diplom olaraq. Mənim əsl istədiyim məsələ bilirsiniz nədir? Koreyada idol olmaqdır. Zor işdir, amma əminəm ki, mən bunu bacaracağam. Çünki rap, vokal hamısını məncə bacarıqlıyam. Pop qrupu olan Blackpink üyələrindən hansını daha çox sevirsən? Lisa. Hamısını çox sevirəm, amma Biyasım Lisa'dır.
Bir YouTuberlə video çəkmək şansın olsaydı hansı olardı? Məncə biliyorum, mən biliyorum. Mən çox YouTube-a baxan bir insan deyiləm. Baxanda ancaq sevdiyim K-pop qruplarının konsertlərinə zada baxıram. İzlədiyim sadəcə bir dənə tək türk YouTuber var, Ecrin. Onunla yəqin ki. Ecrin mən də çox istəyirəm. Ən sevdiyim bloger nə olar cavab versən, yəqin ki Ecrin. Ecrindir, Ecrin. Ən böyük qorxun nə olub? Nədir? Anamı itirmək. Bir də telefonumu itirmək. Oha, yuh. Atanla anam boşanıb. Atamla anam boşanıb. Sevirəm sizi bu arada yazıblar. Biz də sizi çox Biz də sizi sevirik. Nə bürcüsən Ayliş? Mən qız bürcüyəm. Deyir, takipçilərini çox sevirsənsə videoda saçına toxun. Ay pipiyi, qanxıyı, söz dəyməyəcən. Haralısan? Mən Bakılıyam. Ulka xalaya danışdığın ən böyük yalan nədir? Bunu demişdim zaten bayaq. Nədir? Bir dəfə tayaqla bal almışdım, sənə dedim 50 bal. Yayancı. Puh, yanət olsun üzünə. Ən çox getmək istədiyin ölkə? Koreya, bir də Amerika, ən çox Koreya. Aha, ən çox sevdiyin müğənni hansıdır? Müğənni Uzi türklərdən. Aha. Ən çox dinlədiyim mahnı bizdən olsun istərdim, o qulaq asıram. Bir də ki, daha çox K-popla ilgilənirəm. Uşaq K-popa qulaq asıram. Maraqlı anın var. Mənim hər anım maraqlıdır. İdolun var, varsa kimdir? Nə? İdolun var. İdolum var əlbəttə ki, Blackpink'dən Lisa, bir də Baby Monster'dan Chiquita. Böyüyəndə nə olmaq istəyirdin demisən? Demişəm. Hə. Heç olub ki, demisən, kaş o qız kimi olardın və ya daha gözəl olardın. Oha, çox demişəm. Özündən sonra ən sevdiyin YouTuber yəqin ki, Demişəm, Ecrindir. Ecrin. Atam var. Yox, şu an mən Kinder'dən çıxmışam. Dalı- Kinder sürpriz. İdalıca yazıblar, sevirsən onu, pis başa düşmə, elə belə soruşuram. Təbii ki, hər bir uşaq atasını sevməyə məcburiyyətindədir və borcudur. Baxmayaraq ki, ana ilə ata boşanıb, atalar yenə də atadır. Düzdür, Bəli. bütün yaxşı ataları Allah qorusun. Pislər olmasa, olmaz da, həyatın marağı olmaz. Harda qalırsan? Demək istəmirəm. Telefonunu kim alıb və adı nədir? Adım düşməsin. Zaten də düşüb oxumuruq. Telefonumu anam alıb, adı günə hədiyyəm olaraq. Telefon iPhone 15 Pro-dur. Piercing taxmağa anan necə qoydu? Piercing taxma piercingdir. Bir də mənim mamam elə şeylərə qarşı deyil. Hətta yəqin ki, məktub olmasaydı doğrudan taxmama icazə verəcəkdi. Hə. Özünü üç şeylə necə ifadə edə bilərsən? Ən sevdiyim suallardan biri oldu. Səmimi, mehriban, gülərüz. Həyatında səni çox güldürən hadisə olub? Şu an mən çox gizli şeylərə belə gülürəm. Yəni məsəl üçün bu buradan düşsün, əlimdən düşsün, Hə, gülərəm. Alişə deyirsən bir adam ölüb güləcək. Ona görə mən hər şeyə gülürəm. Adının mənası nədir? Adımın mənasının bir çox mənası var. Ayın ışıltısı və ya 15 ildən bir çıxan o qırmızı ay. Yəni bir çox mənası var. Ay ışıltısı deyə bilərəm. Ən yaxın dostun kimdir? Anam. Neçənci sinifdə oxuyursan? 8-ci sinif dedim zaten. Məktəbi sevirsən? Məktəbi sevmirəm, bağlansın məktəb. Və məktəbi əgər sevirsənsə, niyə sevirsən? Sevmirəm məktəbi. Bu da bir dənə qəşəng mənalı bir sual gördüm. Onu oxumaq istəyirəm. Yazılı müsəlmanlıqla aran necədir və nə vaxtsa namaz qılmağa hazırsan? Əgər namaz qılsan sünnə olarsınız, yoxsa şiə. Məncə uşaqlar bu söhbətləri yığışdırağın. Bu söhbətlər sizin üçün deyil. Bunlar keçmiş dövrdə qalan bir şeylərdir. Müsəlmanlıqla aram yaxşıdır. Zaten mən özüm müsəlmanam. Bir gün namaz qılmaq necə idi sual? Müsəlmanlıqla aran necədir və nə vaxtsa namaz qılmağa hazırsan? Nə vaxtsa namaz qılmaq Allah çox... hər kəsdə namaz qılmağı qismət Bəli, eləsin. mən- Onu bilmək olmaz. Ailəm bugün yatıb səhər də durub deyə bilər ki, mən namaz qılmaq istəyirəm. Bəli, namaz qılmağı çox istəyirəm doğrudan, amma yəqin ki, mənə biraz o tərs gələcək. Çünki mən açıq geyinmələri falan sevirəm, yəni sərbəst olmağı sevirəm ona görə, amma özüm müsəlmanam zaten. Yəni onu da bilmək olmaz. Hər şey ola bilər. Bəli, Hər bəli, anın bir zaten, hökmü var. əlbəttə, Yəni bəli. belə şeylər suallar çox xahiş edirəm, heç yazmayın. Nəysə keçdi. Ən sevdiyin film nədir? Hansıdır? Fikirləşim yarım. Bəli. Türklərdən Aşk 101, bir də ki K-drama olaraq 25-20, bir də ki Trebeti. Anana nə vaxt qışqırtma edəsən, Ayliş? Anama bir müddətdən sonra qışqırtma edəcəm. Rəbeyəm, əziyyət çəkməyin. İndi heç birinə inanmır.
Gələcəkdə nə olmaq fikrin var? Tərcüməçi. İzləyicilərini sevirsən, eyni suallardır. Heç məktəbdən anandan gizlin bir iş görmüsən? Bir dəfə qaçıb şey, yox, onu da demişəm. Yox, görməmişəm. Onu da demişəm. Deyəcəkdim, bir dəfə uşaqlarla dərsdən qaçmışdıq, ilin axırına yaxın gedib bir dənə məhəllədə oturub turşu yemişdik, o deyəcəkdim, amma onu da danışmışam zaten. Məncə bu qədər kifayətdir suallar. Çünki qalan suallar hamısı təkrar atan var. Nə bilim, böyüyəndə nə olmaq istəyirsən? Ən çox sevdiyim bloger falan filan bu suallardır. Təkrar suallardır. Bəli, təkrar suallardır. Amma mənim 2-3 dənə sənin sayım var. Aha. Heç izləyicilərindən olub ki, hansısa bir izləyici o birisi izləyicilərdən sənə 1% də olsa artıq olsun. Məsələn, 10 dənə izləyicin var, 10 dənə komment yazan var. Hansısa biri sənə doğma gəlsin də. Yəni o sənə yazan kimi nəsə biraz üzün gülümsüyür. Elə bir şey olur. Hamısı mənim üçün əzizdir, ona görə. Olur da, bir də görsən ki, hansısa bir. Vallahi yoxdur. Yəni əlbəttə ki, belə fan hesablarımı sevirəm. Çox sevirəm fan hesablarımı mənə yorum edəndə. Mənim edəndə. ikinci sualım olacaqdı. Heç sənin fan hesabın var? Fan hesabım yəqin ki var. Açılıb sənin fan hesabın. Bir nəfər var idi, edit düzəldirdi. O da hal-hazırda desən aktiv olaraq işlətmir. İstəyirəm fan hesablarım olsun. Və niyə yoxdur bəs? Niyə yoxdur? Yoxumda mənim fan hesablarım. Və uşaqlar, əgər maraqlı suallarınız yenə varsa yazın, oxuyacağım. Çalışdığım qədər yenə də çəkərik. Öpürəm sizi buydan. Yəqin ki, sizi qane etdi. Yəqin ki, verdiyiniz sualları yetərincə yerinə yetirə bildik. Öpürəm hamınızı. Suallarınızı yorumlara yazın. Part 3-də inşallah yaxın vaxtda gələr. Öpürəm hamınızı. Sağ olun. Bye bye.